Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Həmin dövrdə hər şey çətin idi. Teatrda 4 şirvan pul qazanırdıq. Televiziyada isə əməlli pul qazanırdıq. Yol pulum 6 şirvan edirdi. Teatrdan 4 şirvan 9 Məmməd alırdım. Gəldim kanaldan 80 şirvan. Senarist olduğum üçün isə 20 şirvan əlavə alırdım. Gözəl vaxt idi. Bu sözləri əməkdar artist Rafael İskəndərov efirdən kənar verilişində deyib. Aktyor teatrda qazanc olmamasından danışıb. Rafael İskəndərov daha sonra uşaqların telefonla çox məşğul olmasını tənqid edib. Sonuncu dəfə küçədə qolu kipsdə uşaq görmüsən? O vaxt 5 uşaqdan birinin qolu kipsdə idi. Futbol, dava dalaş oynayırdılar. İndi oyunlar dava telefondadır. Uşaqlar Tarzana baxırdı, ağacdan yıxılırdı. Təbii idi, maraqlı oyunlar var idi.